Xoş gəlmisiniz Banu bəy. Sizi gördüyümə çox şadam. Rica edirəm, əyləşin. Mənim sizin nəslə olan hörmətimə əmin ola bilirsiniz Banu bəy. Əlbəttə, İbrahim xanın nəvəsi Cəlal Mehdiqulu xanın qızına hörmət hər kəsin borcudur. Eşitdiyimə görə siz həm də gözəl şairsiniz. Təşəkkür edirəm Niyaz. Mən Azərbaycan igidliyinə heyranam. Ancaq təəssüf ki, belə cəsur xalqın yarısı sizdən ayrı düşüb. Bu bizim faciəmizdir Niyaz. Qədim bir tarixi olan Azərbaycan xalqını iki yerə parçalayıb, qardaşı qardaşından ayırmaq ədalətli iş deyil. Sizin bizə təşkil qoymanızın səbəbi mənə məlumdur Banu bəy. Mən çalışıram, atanıza qalan mülkün bir hissəsi sizə qaytarılsın. Mən bütün mülklərimizin bizə qaytarılmasını tələb edirəm. Siz tək varisiniz, bu qədər mülk nəyinizə lazımdır? Mən tək deyiləm ki Niyaz. Mənim yaşadığım Şuşa şəhərinin əhalisi hələ də şorçu itir. Bir çox gənclərimizin uşaqları məktəbsiz, elmsiz, kitabsız böyüyürlər və mən onlara heç bir kömək edə bilmirəm. Yaxşı Matmazel, mən sizə xahişinizi olduğu kimi imperatora çatdıraram. Ümid edirəm ki, imperator İbrahim xanın nəvəsindən öz köməyini əsirgəməz. Diqqətiniz üçün minnətdaram ki Niyaz. Sizə yaxşı olmalınız.